yaxşı idi deyir. Elgisi mi şəkli qoyurlar sayda. Yəni Səidə tarix yazdı. Nə tarixi yazdı? Oğlan Elgizə oldu deyir. Niyə Elgizə ələ salır da qonaqlarına efirdə? Salam, salam, axşamınız xeyir olsun. Ay Murad bəy. Nəysə də. Nəysə. Siz elə bilirsiniz, bunların verilişi Səidən çıxışına görə bağlanır. O qədər sadəlövsüz. Yox artıq yani. Atalarda bir misal var. Deyir ki, kör köra kör deməsə, bağrı çartlayar. Hə, Murad bəy, o məndə qalsın. O məndə qalsın day. Ay Sevdə xanım. Ay qalxmadı yayımım. Bağlayıb təzdən açıram dostlar. 420-də qaldı. Bayaq 1100 idi. Elman bəy, bu ilə bağlı danışmışam. Düz dedi deyəndə nə bilim vallah. Bəzən siz də mənə şoka salırsınız. O bəzilər deyir, düz dedi, zor dedi, onu elədi, bunu elədi. Yəni siz ümumiyyətlə Azərbaycan qadınlarını o tərz mi görmək istəyirsiniz? O danışıqla, o söyüşlə, o jargonla, o ritorika ilə onu alqışlayırsınız. Siz bəzən mən gördüm, çox kütləvi də alqışladılar onu. Sonra başqası da eyni tərs çıxıb söyüş söysə, əl hərəkətləri göstərsə, hamımız bundan sus, hamımız ondan sus desə, yəni mən şoka düşməyəcəm, çünki dəstəkləyirsiniz o tərz qadınları. İkinciki yenə də deyirəm, onun dediyini 5 ildir mən deyirəm, 5 ildir, məndən çox televiziyanı tənqid eləyən, məndən çox danışan ikinci bir adam da görməmişəm. İkincidəki düz deyən xanım gedib onların verilişində oturmurdu, oyla əl-ələ tutub çıxıda oynamırdı. Ondan iyidilarsa, o vaxtı da ondan iyidilar da, 1 il bundan əvvəl, 2 il bundan əvvəl, 3 il bundan əvvəl. Nə oldu birdən-birə ondan olmadılar ki? Başa düşürsünüz, ona görə deyirəm ki, mən yenə dedirəm də, mən belə artistlikləri filanı mən başa düşmürəm də. Yazın da ikisinin bir yerdə verilişlərinə. Lakıda çıxıda. Nə oldu? Yenə də deyirəm. Amma uzundan sus deyirsən. Bəs onların əlindən tutub oynayan sənsən də. Bir stəkanda zadda çay içənsizsiniz də. Biz deyilik ki, valla. Və həqiqətən biz deyilik, heç kim ayıltmada. Yusuf bəy, uşaq olmayın, siz Allah ayıltdı. Yox da bir nələr. Azərbaycan qurumları o günə qalıb ki, bütün hər şeyi çılpaqlığı ilə efirdə deyən kiminsə sözünə görə addım atsınlar. Yəni siz elə düşünürsünüz, o qədər yox da day. Mən istəmərəm kimsə çörəksiz qalsın. Heç kim çörəksiz qalmasın. Nə Toliki, nə Elgizi, nə osu, nə busun. Amma ki, verilişlərə konkret çərçivə qoysunlar da. Necə olur mən danışan kimi deyirdiniz, bundan danışma olmaz, ondan danışma olmaz, bundan danışma olmaz. Elə bunlara da deyin də, ondan danışma olmaz, bundan danışma olmaz. Nə oldu? Elə bir də əmək görürdü, bu Avidyozlar şurası, o bir şurası, bu bir şurası. Nə oldu? Məndən başqa aparıcı yox idi efirdə. Nə bilim, nəysə. Heç kimdən heç nəyi yoluna qoymamışam, dəyərli izləyicilər. Yoluna qoysam da sizin izləmənizlə qoyacağım yoluna. Düz danışan 7 kənddən qovurlar. Malan Əsədin deyirdi ki, elədiklərimi yox, dediklərini eləyin, hər nədə əsas odur, nəsə eləyə bildi.
Kim eləyə bildi? Yenə də soruşuram, kim eləyə bildi? Səidə Sultanın sözünə görə bağlanmayıb, bağlanıbsa, çox sayılı şikayət olub, bağlanıb. Ay Allah. Allah, sən qurban olum. İndi 7 yaşında oxuyan uşağı nağılaza da inandırmaq olmur. Siz niyə belə nağıllara inanırsınız? Başa düşmədim. İndi dəqiq bağlanıb, bilmirəm, ay Yunus bəy. Vallahi xəbərim yoxdur. Siz biləndə mən də biləcəm də. İndi xəbəri elə vermişlər, amma ki, aparıcıların özlərinə deməyiblər, yəni. Ki, sənin verilişin bağlandı və sən olmayassan artıq efirdə. Zəng gəldi, dondu yayım, ona görə azaldı. Dostlar, icazənizlə bağlayayım təzdən bir də. Deyir İlgiz bəs. Nə bilim, yəqin Zaur Kəmala gücləri çatmadı, vurdular İlgizi çıxartdılar da sıradan da. Nə belə İlgiz bəs, yenə danışdırasınız məni, yenə də xəbər manşetləri olacam mən. Əlbəttə ki, yəni belə baxanda yox, İlgiz də lağ-lağ eləyir də qonaqlarını. Bir də məli onun ciddi veriş apardığını görməmişəm. O da bir dənə qızı çıxartmışdı keçən dəfə. Mən baxda YouTube kanalında tənqid elədim onu. Bir dənə qızı çıxardıb. Qıza deyir, neçə yaşım var? Həmin qız deyir, deyirsən 22 yaşında. Deyir ki, ərə getməyi istəyirsən, deyir, nə deyir? O da deyir ki, mənim kriteriyalarıma uyğun adam istəmirəm. O da deyir ki, kriteriyaların nədir? Deyir, kriteriyalarım odur ki, mənə ev almalıdır, mənə bahalı maşın almalıdır, mənə yaxşı toy eləməlidir. İlgizdə deyir ki, aha, susun kriteriyaları deyir. Bunun özü də əslində nəyin təbliğatıdır ki? Ya, burada yaxşı adam, pis adamdan söhbət getmir. Burada veriliş aparıcılığından söhbət gedir. Yaxşı adam, pis adam olmağından söhbət getmir. Yalandan deyirlər. Ofeliya filana qadağa qoyulmayıb efirdə. Yalan məlumat. Kimin ağzına nə gəlir, onu da yazır da. Üzeyir Babayev, biz sizinlə çayxanada ısıtılmamışıq bildiyim qədərilə. Səidə, sən mənə cavab ver filan. Yenə də deyirəm, biz sizinlə çayxanada ustu deyilik. Axşam, necə deyərlər, pubda pivə içmirik. Ona görə də müraciətlərimizə biraz diqqət edəyim. Mən sizə Üzeyir bəy deyə müraciət edirəm. Sualınız varsa sualınızı deyin. Mənə qulaq as, ona qulaq as. Yox, qonşuya qulaq asıram. Deyin, sözünüzü oxuyacağıq da burada. Murad bəy, bilmirəm, o ilə bağlı inşallah ki, gələn həftə bir mövzu qoyaram, bir aidiyyatı qurumundan çağıraram adam, görə nə açıqlama verəcəklər. Salam Murat. Üzeyir bəy, o dünyaya gidin, o dünyaya gidin. Orada biləcəksiniz. Erməniləri yayımında saxlamıram, sizi blok eləyirəm Üzeyir. Çünki ermənilərə nifrətim var, sonsuz, dəhşət nifrətim var. Ona görə də siz getdiniz onların dalıca. Siz mənim yerlimsiz, siz yaxşı çıxış edirsiniz. Çox sağ olun. Ailes, bu qapını niyə açdın bala? Dostlar, mən bağlayayım. Təzdən bir də açıram. DNK testi ilə verilişlərdə icazə verilməsin. Valla kişi gəlir ki, arvadımın qaralığındakı uşağın atasını axtarıram da. Efirdə indi kömək eləyir də ona, nə deyək. Bağlayayım, təzdən açıram dostlar yayıma.